Salam, hər vaxtınız xeyir olsun. Bugün sentyabr ayının 28-i 2025-ci il Ucar rayonu Heydər Əliyev prospekti. Deməli, buradan keçərkən sakinlərdən müraciət edən oldu ki, həmin bu ərazidəki problemi ictimailəşdirmək lazımdır. Çünki bildirdilər ki, deməli, şəhər nümayəndəliyindən deyiblər, şəhər nümayəndələri deyib bizlikdir, sonra su idarəsindən deyiblər, onlar deyib bizlikdir. Yəni, hansı idarə təşkilata deyiblərsə, hamısı da deyib ki, bizlikdir. Yəni, mən də bilmirəm bu kimlikdir, daha hamı boynuna atır da bu. Yəni, kimin problemidirsə, kimin məsələsidirsə bu, hansı idarə və təşkilat baxırsa bu məsələyə, gəlsin buradakı problemi həll eləsin. Bu nədir? Bu rayonda hansı idarəyə söz deyirsən, hamı bir-birinin boynuna atır. İş görəndə deyir ki, mən işimdir, valla filan idarənin işidir, biz eləyirik. Niyə siz eləyirsiniz? Hamı gəlsin, öz işini görsün də. Burada, yəni, niyə kimsə hamı bir-birinin boynuna atır ki, bizimdir. Burada bax, kanalizasiya daşıbdır. Üfunət yiyindən buradan keçmək olmur. Yəni, bu yağış suyudur da, görürsünüz ki, qupqurudur bura. Yağış suyudur. Bax, burada belə bir salon var. Bu salonun qarşısındadır. Prospektdə. Görürsünüz ki, dolub daşıbdır. Həqiqətən də iyi olmuş. Şimdi mən bu çəkilişi eləyirəm. Yəni, hansı qurum baxırsa, xahiş edirik ki, o gəlsinlər, buradakı problemi həll eləsinlər. Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin.